Ramin müəllim, biz necə bunları cəm edə bilərik? Allah Subhanahu taala bəzi ayələrdə deyir ki, peyğəmbərlər arasında biz fərq qoymayaq, amma bəzi ayələrdə deyir ki, peyğəmbərləri bir-birindən üstün etdik. Elhamdülillah. Bəli, Quran-ı Kərimdə Allah Subhanahu taala iki ayədə bəyan edir ki, bəzi peyğəmbərlər digər peyğəmbərlərdən üstündür. Məsələn, Allah Subhanahu taala deyir ki: "Və laqad faddalna ba'd-nəbiyyin alə ba'd və ateyna Davuda zabur." Biz bəzi peyğəmbərləri digər peyğəmbərlərdən üstün tutduq. Davud əleyhissalama isə zaburu verdik. Başqa ayədə Allah Subhanahu taala deyir ki: "Tilka rusul faddalna ba'dhum alə ba'd minhum men kellemallah və rafa ba'dhum dərəcat." O peyğəmbərlərdir ki, rəsullardır ki, o bəzilərinin digərlərinin üzərində üstün tutduq. Minhum men kellemallah. Onlarda bəzilərindən Allah birbaşa danışdı. Allah Subhanahu taala burada göstərir ki, bəzi peyğəmbərlər digər peyğəmbərlərdən üstündür. Və eyni zamanda ayə var, hansı ki siz qeyd elədiniz. Allah Subhanahu taala möminləri vəsf edərkən deyir ki: "La nufarriqu beyne ahadin min rusul." Yəni biz peyğəmbərlərin arasında fərq qoymuruq. Əslində bu fərq söhbət gedir imandan. Çünki sən bəziləri iman gətirirsənsə, digərləri küfr edirsənsə, fərq qoyursan. Söhbət bu fərqdən gedir. Ona görə başqa ayədə Nisa surəsində Allah Subhanahu taala deyir ki, o kim ki bu mövqe tutur, deyir ki: "Nu'min ba'di və nakfuru ba'd və yuridun an yettexidu beyne zalika sabila." Onların bəziləri deyir ki, bəziləri iman gətirir, bəziləri yox və bununla bir yol tutmaq istəyirlər özlərinə. Ulaika humul kafirun haqqa. Onlar həqiqi kafirlərdir. Həqiqi kafirlərdir ki, bəzi peyğəmbərlərə iman gətirir, bəzilərinə, hətta birinə küfr eləyən, bir dənə peyğəmbərə küfr eləyən bütün peyğəmbərlərə küfr etmiş kimidir əslində. Ona görə Allah Subhanahu taala o ayədə deyir ki: "Kəzzəbət qavmu Nuhil mursalin." Deyir, Nuh qövmü peyğəmbərlərə küfr etdi. Rəsullarına küfr etdi. Baxmayaraq ki, Nuh əleyhissalam birinci rəsuldur. Birinci rəsuldur. Lakin onu küfr etdi deyənə, bir peyğəmbərə, bir rəsula küfr etmək, bütün peyğəmbərlərə küfr etmək kimidir. Allah Subhanahu taala deyir ki, Nuh qövmü bütün peyğəmbərlərə küfr etdi. Söhbət o fərqdən gedir. Və lakin demək ki, hansı peyğəmbər digər peyğəmbərlərdən üstündür, onu demək olar, yəni dəlillərə, Qurana, sünnə əsasən ona görə Allah Subhanahu taala ulul azm peyğəmbərləri ayırır. Ulul azm ən əzəmətli 5 peyğəmbərlər. Yəni ən əzəmətli Muhammed sallallahu əleyhi və səlləm, sonra İbrahim əleyhissalam, Musa, Nuh, İsa əleyhissalam, bunlar ən əzəmətli peyğəmbərlərdir. Və bəzi hədislərdə biz görə bilərik ki, Peyğəmbər sallallahu əleyhi və səlləm məsələn deyir ki, hədislərin birində deyir ki, qoy heç kim deməsin ki, mən Yunus ibn Məttədən üstünəm. Yunus peyğəmbərdən üstünəm. Alimlər qeyd ediblər, necə İbn Kəsir rahimehullah təfsirində buyurur. Deyir, burada yəni söhbət gedir alçalmaq, yəni alçadaraq deməyin ki, hə Muhammed sallallahu əleyhi və səlləm filan peyğəmbərdən üstündür. O kimdir ki, o zəif peyğəmbərdir məsələn. Belə demək olmaz. Hətta bəzi alimlər Qurtubi rahimehullah onu qeyd edib səhv eləmirəmsə, Şeyx İslam İbn Teymiyyə. O deyir ki, yəni bu söhbət gedir peyğəmbərlik. Çünki peyğəmbərlik eyni rütbədir. Yəni elə bil ki, sən belə deyəndə ümumiyyətlə o rütbəni alçaldırsan. Peyğəmbərlər, o hamısı onlar peyğəmbərdir, rütbə eyni. Lakin o peyğəmbərlikdə biri o birisindən əfsər olub bilər və digər alimlər qeyd ediblər ki, bu bizim peyğəmbərimizin sallallahu əleyhi və səlləm təvəzzükarlığı idi. Deyirdi ki, yəni istəmirdi ki, onu belə ucaltsınlar, desinlər ki, sən filan peyğəmbərdən üstünsən, sən filan peyğəmbərdən üstünsən. Yəni ona görə Peyğəmbər sallallahu qadağan etdi ki, belə deməyin. Yəni ədəbdən də belə deməyin. Lakin peyğəmbərlər arasında fərq olmağı Quran da dəlalət edir, necə biz bu ayələri gətirdik. Həmçinin bu bütün müsəlmanların yetkin rəyidir. Yetkin rəyidir ki, peyğəmbərlər fəzilətdə fərqlidirlər və ən əzəmətli peyğəmbər Muhammed sallallahu əleyhi və səlləmdir. Sonra da ondan sonra İbrahim əleyhissalam. Allah da yaxşı bilir.